Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycana Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yeni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Azərbaycanda quru sərhədlərin açılması ilə bağlı yeni təklif səsləndirilib. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, quru sərhədlərin mərhələli şəkildə açılması daha məqsədə uyğun variant hesab edilə bilər və deputatın sözlərinə görə ilk mərhələdə Gürcüstan və Türkiyə ilə quru sərhədlərin açılması nəzərdən keçirilə bilər. O qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında sərnişin daşımalarının, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə hərəkətin genişlənməsi iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Parlamentari vurğulayıb ki, bu addım həm Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayının artmasına, həm də vətəndaşların digər ölkələrə daha rahat və daha az xərclə səyahət etməsinə imkan yarada bilər. Deputat bildirib ki, quru sərhədlərin açılması ilə bağlı qərarlar aparılan qiymətləndirmə əsasında qəbul edilir. Bu zaman regiondakı geosiyasi vəziyyət və təhlükəsizlik amilləri də nəzərə alınır. Onun sözlərinə görə Nazirlər Kabineti tərəfindən məsələ ilə bağlı mütəmadi təhlillər aparılır və yekun qərarlar həmin qiymətləndirmənin nəticələrinə uyğun verilir. Deputat hesab edir ki, mövcud şərait və aparılan qiymətləndirmələr nəzərə alınmaqla gələcəkdə Gürcüstan və Türkiyə ilə quru sərhədlərin açılması istiqamətində real imkanlar yarana bilər. Qeyd edim ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olaraq qalır və onların açılması ilə bağlı hər hansısa rəsmi qərar açıqlanmayıbdır. Azərbaycana xaricdən göndərilən pul köçürmələrinin həcmi bu ilin ilk rübündə əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara görə yanvar-mart aylarında ölkəyə pul köçürmə sistemləri vasitəsilə ümumilikdə 296 milyon dollar daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% və ya 67,4 milyon dollar çoxdur. Mərkəzi Bankın Statistika Departamentinin məlumatına görə Azərbaycana ən çox pul köçürməsi Rusiyadan daxil olub. İlk rübdə Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi 110,8 milyon dollar təşkil edib və bununla da Rusiya Azərbaycana pul köçürmələrinin əsas mənbəyi olaraq qalır. Rusiyadan sonra siyahıda Türkiyə 49,9 milyon dollarla ikinci, İrlandiya 24 milyon dollarla üçüncü yerdə qərarlaşıb. Birləşmiş Ştatlardan 23,9 milyon, Birləşmiş Krallıqdan isə 10,5 milyon dollar vəsait daxil olub. Eyni zamanda Azərbaycandan xarici ölkələrə göndərilən pul köçürmələrinin həcmi isə azalıb. Hesabat dövründə ölkədən xarici ümumilikdə 103,9 milyon dollar köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% və ya 8 milyon dollar azdır. Azərbaycandan ən çox vəsait Türkiyəyə göndərilib. Bu ölkəyə köçürmələrin həcmi 28,2 milyon dollar olub, Rusiyaya isə 10 milyon dollar vəsait köçürülüb. Beləliklə, statistikaya əsasən Azərbaycanla Rusiya arasında pul köçürmələri üzrə axınlar hələ də yüksək səviyyədə qalır. İlk rübdə Rusiyadan Azərbaycana daxil olan vəsaitin həcmi Azərbaycandan Rusiyaya göndərilən məbləği təxminən 11 dəfə üstələyib. Bu da Rusiyada yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi vəsaitlərin ümumi pul köçürmələrində mühüm paya sahib olduğunu göstərir. İqtisadi göstəricilər isə onu deməyə əsas verir ki, Rusiya Azərbaycan üçün həm pul köçürmələrinin əsas mənbəyi, həm də bu sahədə ən böyük tərəfdaşlardan biri olaraq qalmaqdadır. Dövlət Miqrasiya Xidməti Bakı-Tbilisi marşrutu ilə səfər edən əcnəbilərə müraciət edibdir. Qurumun yaydığı məlumata görə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu sərnişin daşımaları bu il mayın 25-dən etibarən bərpa olunub. Dövlət Miqrasiya Xidməti bildirib ki, bu marşrutla Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkənin miqrasiya qanunvericiliyinin tələblərinə əməl etməlidirlər. Qanunvericiliyə əsasən Azərbaycanda 15 gündən artıq müvəqqəti yaşayan xarici vətəndaşlar olduqları ünvan üzrə qeydiyyata düşməlidirlər. Vizasız rejimlə ölkəyə gələn əcnəbilərin Azərbaycanda qalma müddəti isə beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla 90 gündən artıq ola bilməz.
Məlumatda həmçinin qeyd olunub ki, Rusiya vətəndaşları üçün Azərbaycanda müvəqqəti qalma müddəti bir təqvim ili ərzində ümumilikdə 90 gün müəyyən edilir. Dövlət Miqrasiya Xidməti həmçinin xəbərdarlıq edib ki, miqrasiya qaydalarının pozmuş şəxslər ölkəni tərk etməzdən əvvəl regional miqrasiya idarə etməsinə və ya asan xidmət mərkəzlərində fəaliyyət göstərən miqrasiya xidmətlərinə müraciət edə bilərlər. Onlar həmçinin elektron xidmətlər vasitəsilə ölkədən çıxış və ya ölkəyə girişlə bağlı hər hansısa məhdudiyyətin olub-olmadığını əvvəlcədən yoxlaya da bilərlər. Qeyd edim ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən qatarın Böyük Kəsik Dəmir Yolu stansiyasında dayanacağı müddətdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən əcnəbilərə operativ miqrasiya xidməti də göstərilir. Rusiyanın Red Wings aviaşirkəti Moskva ilə Bakı arasında birbaşa uçuşlara başlayıb və şirkətin açıqladığı məlumata görə ilk reys Moskvanın Jukhovski hava limanından Bakıya iyunun 14-də həyata keçirilib. Uçuşlar Rusiya istehsalı olan Sukhoi Superjet 100 təyyarələri ilə həyata keçirilir və Bakı istiqamətində uçuş müddəti təxminən 3 saat 20 dəqiqə təşkil edəcək. Yeni marşrut üzrə reyslər həftədə 2 dəfə çərşənbə və bazar günləri həyata keçiriləcəkdir və qeyd edim ki, çərşənbə günləri təyyarələr Moskva vaxtı ilə səhər saat 8-də, bazar günləri isə saat 03:15-də yola düşəcək. Biletlərin qiyməti bir istiqamət üzrə 10.000 rubldan, gediş-dönüş üçün isə 27.000 rubldan başlayır. Və qeyd edim ki, Jukhovski hava limanından Bakı istiqamətində uçuşlar həyata keçirən digər aviaşirkət isə Ural Hava Yollarıdır. Ümumilikdə isə hazırda Moskvanın bütün əsas hava limanlarından Bakıya müntəzəm reyslər mövcuddur. RUAID tətbiqi ilə qeydiyyat hələlik məcburi deyil. Düzdür, son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə 1 iyul tarixindən etibarən Rusiya girişdən əvvəl xarici vətəndaşlar üçün RUAID tətbiqi vasitəsilə qeydiyyatın məcburi olacağı ilə bağlı məlumatlar yayılmışdı. Lakin hazırda bu məlumatı təsdiqləyən rəsmi açıqlama mövcud deyil. Məlumatların yayılması ehtimal ki, xarici vətəndaşların rəqəmsal profilinin yaradılması üzrə eksperimentin ilkin müddəti ilə əlaqədardır. Belə ki, eksperimentin 30 iyun 25-ci ildən 30 iyun 26-cı ilədək davam etməsi planlaşdırılmışdı. Bununla belə Rusiya hökumətinin 26-cı il aprel ayında qəbul etdiyi qərarla eksperimentin müddəti 27-ci ilin sonuna dək uzadılıb. Qərarda RUAID tətbiqi vasitəsilə qeydiyyatın və ya əvvəlcədən müraciətin məcburi xarakter daşıdığı barədə hər hansısa müddəa yer almır. Goslugi portalında hələ də RUAID vasitəsilə ərizələrin 30 iyun 25-ci ildən 30 iyun 26-cı ilədək təqdim edilməsinin nəzərdə tutulduğu göstərilsə də, hazırda bu prosedur könüllü xarakter daşıyır. Bundan əlavə, ötən il aviaşirkətlərin sərnişinlərin giriş qaydalarını yoxlamaq üçün istifadə etdiyi tematik sistemdə RUAID vasitəsilə əvvəlcədən qeydiyyatın məcburi olması barədə məlumat yerləşdirilmişdi. Hazırda isə sistemdə belə bir bildiriş mövcud deyil. Bəs RUAID nədir və kimlərə şamil olunur? RUAID xarici vətəndaşların rəqəmsal profilinin saxlanıldığı mobil tətbiqdir. Tətbiqin əsas funksiyalarından biri Rusiya girişlə bağlı əvvəlcədən elektron müraciətin təqdim edilməsidir. Layihəyə əsasən gələcəkdə Rusiya vizasız rejimlə səfər edən xarici vətəndaşların bu müraciəti təqdim etməsi nəzərdə tutulur. Bu kateqoriyaya Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ermənistan, Tacikistan, Qırğızstan, Gürcüstan və Latın Amerikasının bir sıra ölkələrinin vətəndaşları daxildir. Qeyd edim ki, ilkin plana əsasən 30 iyun 25-ci ildən etibarən RUAID tətbiqində qeydiyyat məcburi olmalı idi. Lakin son anda bu tələbdən imtina edilib. Hazırda isə RUAID vasitəsilə müraciətin təqdim olunması tamamilə könüllüdür. Beləliklə, bu buraxılışımızın da sonuna gəldi. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, ZM Novosti Azərbaycana Telegram kanalına qoşulun və bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.